Son 20-25 ildə dünya müharibə mühitində dron texnologiyası önə çıxmağa başlayıbdır və bununla bərabər həm mediada, həm də ictimai müzakirələrdə dron inqilabı kimi ifadələr daha tez-tez qarşımıza çıxmağa başlayıb. Buna həm şübhəçi, həm skeptik yanaşan insanlar var, həm akademiyada, həm ictimaiyyətdə və həmçinin bununla bağlı bu düşüncənin tərəfdarı olan insanlar da var. Dörd məsələ var bununla bağlı ki, bu dron inqilabı narrativində önə çıxır. Bunlardan birincisi odur ki, dronların stabilləşməni, beynəlxalq münasibətlərdə stabillik məsələsinə təsiri ilə bağlıdır. Dronların həm ucuz olması, həm əlçatan olması və eyni zamanda onların daha asan digər hərbi texnologiyalara nisbətən daha asan istehsal olunması məsələsi bu texnologiyanın daha çox dövlətlərə, daha çox aktorlara siyasi beynəlxalq münasibətlərdə əlçatan olmasına gətirib çıxarır və eyni zamanda bu hərbi texnologiyanın tətbiqi insan ölümləri, hərbiçi ölümlərinin qarşısını aldığı üçün daha çox uzaq məsafədən hərbi əməliyyatlara imkan verdiyi üçün siyasi liderlərin bu texnologiyanı daha çox istifadə etmək tendensiyasına gətirib çıxarır və düşüncə budur ki, bu tendensiyaya daha çox əlçatımlı olması bu texnologiyanın və siyasi liderlərin daha az ictimai düşüncəni bu məsələdə siyasi hərbi itki olmadığına görə daha az nəzərə alması stabillik məsələsinə, eskalasiya məsələsinə daha çox təsir eləyir. Bu birinci düşüncədir, bu dron inqilabı narrativi çərçivəsində. İkinci məsələ ondan ibarətdir ki, eyni zamanda paralel şəkildə düşünsək, bu texnologiyanın daha çox dövlətlər, daha çox aktorlara gəlib çıxması böyük dövlətlər, böyük güclər və kiçik və orta güclər arasında hərbi balansı da daha da yaxınlaşdırıb. Nəinki misal üçün daha öncə biz düşünsək, bu alternativ olaraq istifadə olunan qırıcı təyyarələr, bombardımançı təyyarələr daha bahalı, daha mürəkkəb istehsal olunması baxımından texnologiyalar olduğuna görə daha çox böyük güclər bunlara əlçatımlı idi, böyük güclər üçün əlçatımlı idi. Hal-hazırda isə dronların bu şəklin içərisinə girməsi, bu mənzərənin içərisinə girməsi və daha kiçik və orta güclü ölkələrin də bu texnologiya əlçatımı olması belə bir fikir yaradıb ki, artıq bu texnologiyalar böyük güclər və kiçik güclər arasında da güc balansını daha da yaxınlaşdırıbdır. Nəinki və bununla bərabər kiçik güclər də artıq hərbi və siyasi arenada daha çox aktiv olmağa və daha çox öz arzularını, öz istəklərini irəli sürməyə, daha ürəkli olmağa, daha istəkli olmağa başlayıblar. Bu ikinci arqumentdir. Üçüncü arqument isə bundan ibarətdir ki, bu texnologiya daha çox bildiyimiz kimi insanın, yəni canlı bir pilotun olmadığı üçün dron texnologiyasında daha çox operatorlardan, uzaq məsafələrdən idarə olunduğu üçün bu texnologiya müharibənin təbiətinə də dəyişiklik gətiribdir. Bu nə deməkdir? Daha öncə bu alternativ texnologiya, yəni misal olaraq qırıcıları və bombardımançıları götürsək, onlarda ən azından bir pilot kabində oturur və onların həyat riski gözləntilər arasında olan bir ehtimallardan biri olur. Amma bu uzun məsafədən bu hərbi əməliyyatların yerinə yetirilməsi dron texnologiyasının gəlişi ilə bərabər bu məsələni tamamilə dəyişdirir. Düşüncə ən azından arqument belə gedir. Bunun nəticəsində də müharibələr daha çox uzaqdan uzağa aparılan, nəinki qarşı-qarşıya orduların qarşı-qarşıya gəldiyi və yaxud da ki, təyyarələrin qarşı-qarşıya bu qırıcıların qarşı-qarşıya dogfighting, it savaşı Azərbaycan dilinə tərcümədə desək, bunlardan daha çox iki fərqli məsafədə, fərqli nöqtələrdə oturan operatorların qarşı-qarşıya müharibəsi və qarşılaşması ilə nəticələnir və bu da müharibənin təbiətini dəyişdirən bir faktor kimi düşünülür. Dördüncü, sonuncu arqument bununla bağlı, bu dron inqilabı narrativi daxilində qeyd olunan arqument isə dronların hücum meylli dövlətlərə daha çox yaraması, onların daha çox işinə gəlməsi ilə bağlıdır. Bu düşüncənin altında yatan məntiq isə ondan ibarətdir ki, böyük ölçülü hərbi texnologiyalar, qırıcılar, bombardımançılar hava müdafiə sistemlərinə qarşı daha tez detekt oluna bilirlər, daha tez hava müdafiə sistemləri və radarlar onları
öz hava sahələrinə keçiddən sonra daha tez onları müəyyən edib və neytrallaşdıra bilirlər. Amma arqument bundan ibarətdir ki, dronlarda bu balans dəyişir. Nəyə görə? Dronlar daha kiçikdirlər. Dronlar daha altitudda, daha alt məsafələrdə, yüksəkliklərdə uça bilirlər və bu səbəbdən radarların bu texnologiyaları tutmaq və müəyyən etmək və neytrallaşdırılmaq ehtimalı daha az olur. Ümumiyyətlə bu qeyd etdiyim 4 arqument bu dron narrativi, dron inqilabı narrativinin əsas sütunlarını təşkil eləyir. Bu həm akademiyada da belədir, həm ictimai diskusiyada da belədir, həm mediada, media reportingdə də bunlardan bu məsələlərə çox vurğu edilir. Təbii ki, bunun həm tərəfdaşları var, bu 4 düşüncənin, həm onun qarşısında skeptik yanaşanlar var. Amma bu məsələlərdə ən çox unudulan və yaxud da ki, görməzdən gəlinən məsələlərdən biri ondan ibarətdir ki, biz hansı dronlardan danışırıq? Çünki hal-hazırda müharibələrdə tətbiq olunan dronların çeşidliliyi birdən artıqdır. Və bu da hər bir dronun da özünə məxsus keyfiyyətləri və özünə məxsus funksiyaları var. Təbii ki, biz burada tipik olaraq danışa bilərik hərbi silahlandırılmış dronlardan danışa bilər, hansı ki, düşmənə qarşı bombaların atılması, neytrallaşdırılma məqsədli istifadə olunan dronlar. Digər tərəfdən isə biz danışa bilərik daha çox kəşfiyyat məqsədli istifadə olunan dronlar. Bu təbii ki, ən belə sadə klassifikasiyadır bu perspektivdən baxanda, amma bundan başqa isə dronların bundan başqa keyfiyyət baxımından və funksiya baxımından daha fərqləndirmələri də var. Bunun üçün biz 20-25 illik dron texnologiyasının inkişafına bir nəzər yetirsək və evolyusiyasına nəzər yetirsək, bunları daha yaxşı görə bilərik. Ümumiyyətlə 20-25 il əvvəl bu dron texnologiyasının müharibəyə təqdim olunmasında, gəlişində ən böyük aktorlardan biri Amerika Birləşmiş Ştatları idi və Amerika Birləşmiş Ştatları bir çox böyük dron platformalarına sahib idi. Bu təbii ki, Mail və Hail dronları kimi adlandırılır. Bunların açılımı bundan ibarətdir ki, high altitude, long endurance dronlar. Bu o deməkdir ki, yüksəkliklərdə uça bilən, daha yüksək atmosfer yüksəkliklərdə uça bilən dronlar və daha uzun müddət havada qala bilən dronlar. Və Mailin açılışı isə medium altitudedur. Bu isə daha orta səviyyəli dronlardır. Bunlardan nümunələr Reaper-dir, MQ Reaper-dir, Global Hawk-dur. Amerika Birləşmiş Ştatları bu dronları 2000-ci illərin başlarında və ortalarında Əfqanistanda və İraqda olan əməliyyatlarda, antiterror əməliyyatlarında çox geniş şəkildə istifadə elədi. Təbii ki, həmin dövrdə ilk İraq müharibəsi və onun davamında gələn Əfqanistanda olan əməliyyatlar Amerika Birləşmiş Ştatlarında hərbi itkilərini gətirib çıxarmışdı və bu da hakimiyyətdə olan güclər üçün çox problem yaradırdı. Çünki onların düşündüyü əsas məsələlərdən biri də növbəti seçkilərdə onların partiyasından bir namizədin qalib gəlməyəcəyi məsələsidir və vətəndaşların düşüncələrini və onların istəklərini nəzərə almaq baxımından dronların istifadəsi burada çox böyük önəmə sahib oldu. Nəyə görə? Pilot yoxdur və hərbiçi itkisi, hər hansısa bir insan itkisi daha az ehtimala salınır. Və dronları bu İraqda və Əfqanistanda antiterror əməliyyatlarında istifadə etdilər. Terrorçuların bəzi terrorçu başçılarının targeted killinglərində istifadə etdilər. Təbii ki, bundan sonra bəzi mübahisələr də yaşandı. Burada mülki itkilərin yaşanması, məhkəmə icazəsi və yaxud da ki, hər hansısa bir check and balance olmadan bu dronların, bu neytrallaşdırma əməliyyatlarının dronların istifadə olunması Amerikada, Amerika siyasətində və ictimaiyyətində böyük etirazlara səbəb oldu. Etik cəhətdən də etirazlar var idi. Nəyə görə? Artıq siz Amerikada bir bazadan oturub operatorlar Əfqanistanda, Orta Şərqdə ümumiyyətlə hər hansısa bir terrorçuların və ya da ki, insanların neytrallaşdırılması ilə məşğul olursunuz. Bu etik məsələləri də, problemləri də yaratdı. Bu birinci fazası idi bu dron texnologiyasının müharibədə istifadəsi baxımından. İkinci fazası və yaxud da ki, ikinci fazasının ən böyük pik nöqtəsi isə mən deyərdim və ədəbiyyatda da bu məsələdə çox beynəlxalq münasibətlər ədəbiyyatında, strateji araşdırma ədəbiyyatında bundan çox bəhs olunur. İkinci fazasının ən böyük pik nöqtəsi isə Qarabağda Azərbaycan və Ermənistan arasında olan müharibədə istifadə oldu. Təbii ki, burada fərqləndirən ən böyük aspektlərdən biri o idi ki, bu dronların istifadəsi ilk dəfə dövlətlər arası bir münaqişədə istifadə olunurdu bu şəkildə geniş çapda. Daha öncəki nümunələrdə biz görürdük ki, Amerika Birləşmiş Ştatları terrorçulara qarşı bunu istifadə edirdi, qeyri-nizami qüvvələrə qarşı bunları istifadə edirdi və yaxud da ki, Türkiyənin PKK qruplaşmalarına, terrorçu təşkilatlarına qarşı istifadəsi var idi, amma bunların heç biri dövlət və dövlət qarşı-qarşıya gəlməsi şəklində deyildi. Daha çox dövlət və daha hansısa bir asimetrik güc
qarşısında var idi. İlk dəfə bu geniş şəkildə istifadə Qarabağ, 2-ci Qarabağ müharibəsində Azərbaycanın dronlarının istifadə olunması ilə gəldi. Azərbaycan arsenalında olan dronlar isə daha çox önə çıxan dronlar isə iki əsas dron tipi var idi önə çıxan. Bunlardan birincisi təbii ki, Türkiyədə istehsal olunmuş, Türkiyədən gələn Bayraktar TB2 dronları idi. Bunlar daha öncə bəhs etdiyim medium altitude high endurance drone klassifikasiyasına daxildir. Yəni orta atmosferik yüksəklik nəzərə aldığında orta səviyyədə uçan və uzun müddət havada qala bilən dronlar idi. İkinci dron tipi isə İsraildən alınan Harop və yaxud da ki, Harpi olaraq bilinən bir tərəfli daha çox raket kimi istifadə olunan və daha çox kamikaze dron kimi bilinən və mediada daha çox belə reporting edilən dronlar idi. Və bu dronlar Ermənistanla müharibədə çox böyük uğura imza atdılar. Həm Ermənistan hərbi hava müdafiələrinin məhv olunmasında, həm ümumiyyətlə müharibənin sonrakı mərhələlərində daha çox qrup şəkildə düşmənlərin, piyadaların neytrallaşdırılmasında istifadə olundu və bu təbii ki, mediada öz əksini tapmağa başladı. Bunların iki faktor var idi təbii ki. Təbii ki, uğurlu istifadə var idi bu məsələdə. İkinci məsələ isə bu Azərbaycan Müdafiə Nazirliyi tərəfindən paylaşılan, davamlı olaraq paylaşılan videolar idi. Hansı ki, əməliyyat əsnasında bu videolar dronun neytrallaşdırma prosesində və yaxud da ki, hər hansısa bir müşahidə prosesində bu videoların çəkilməsi və sosial mediaya ötürülməsi bu məsələnin daha da işıqlanmasına, daha da dünya mediasına oturmasına gətirib çıxartdı və bununla bağlı müəyyən bir hype da yaranmağa başladı həmin dövrdə ki, dron inqilabı artıq gəldi, dron inqilabı burdadır, gələcəyin müharibələri dronlarla aparılacaq və s. Amma burada yenidən o daha öncə qeyd etdiyim arqumentlərə baxdığımızda bu dron inqilabı narrativi daxilində olan arqumentlər hansı ki, ofensiv hücum meylli dövlətlərə daha çox yarayır. Nəyə görə? Ona görə ki, çünki bu dron texnologiyası hərbi hava müdafiə sistemlərinə daha asan zərbələr endirə bilər, düşmən hərbi sahəsinə daha rahat şəkildə nüfuz edə bilər. Amma burada daha sonraki analizlərdə ortaya çıxan məsələlərdən biri də bu idi ki, bu təbii ki, dronların effektivliyi bir kənara, həm də Ermənistan hava müdafiə sistemlərinin zəifliyi ilə bağlı bir məsələ idi. Qarabağda onların istifadə etdiyi hərbi hava müdafiə sistemləri daha çox Sovet dönəmindən qalan köhnə müdafiə sistemləri idi və bunlar bu günün müharibələrinə o qədər uyğunlaşdırılmamış sistemlərdən biri idi. Bununla belə bu dron inqilabı məsələsinin daha da yayılması, xüsusilə də son 5-6 ildə bunun geniş şəkildə yayılması, marağın artması, həm akademiyada, elmi araşdırmalarda, həm ictimaiyyətdə, həm mediada sırf Azərbaycan-Ermənistan konflikti kontekstində bu məsələ dronlarla bağlı daha geniş yayılmağa başladı. Bu ikinci mərhələ idi. Və son mərhələ isə bu dron inqilabı və yaxud da ki, dronların müharibədə tətbiqi ilə bağlı məsələdə son mərhələ isə Ukrayna konfliktidir. Rusiya Ukraynaya hücum etdikdən sonra ilk mərhələlərdə Ukrayna Bayraktar TB2 dronlarından istifadə etdi. Hal-hazırda təxminən 1-2 ay müddətində Rusiyanın ilk hücumlarının qarşısının alınmasında bu texnologiyanın tətbiqi böyük effekt yarada bildi. Amma sonrada isə bu mənzərə tamamilə dəyişdi. Sonradan Ukrayna hərbiçilərindən alınan müsahibələrə əsasən də deyə bilərik ki, Bayraktar dronları artıq yararsız vəziyyətə gəlmiş. Nəyə görə? Artıq Rusiya müharibə gedişatı dəyişdikcə adaptasiya oluna bildi, öz hava müdafiə sistemlərini daha da uyğunlaşdıra bildi bu dron təhdidinə qarşı və onlar artıq radarlar, öz hava müdafiə sistemləri vasitəsilə daha rahat şəkildə Bayraktar kimi orta səviyyəli meyl dron tiplərini daha şəkildə neytrallaşdıra bilirdilər. Və Ukraynalı hərbiçilərdən alınan müsahibələr əsasən də bunu deyə bilərik ki, artıq Bayraktarlar havaya qalxmamışdan bir neçə saat sonra artıq böyük ehtimal vurulurdular Rusiya tərəfindən. Amma bu dron hekayəsini dayandırmadı, çünki başqa bir dron tipi ortaya çıxdı. Bu da daha çox kommersial kökləri olan, mənbələri olan dronlar idi, hansı ki, açıq bazarda bizim kimi insanların belə ala biləcəyi dronlar, Amazondan belə alına biləcək dronları hərbiçilər, Ukrayna hərbiçiləri
öz məqsədləri üçün hərbi məqsədlərə uyğun olaraq reformasiya elədilər və onları bu məqsədlə istifadə etdilər. Bunlar daha çox bildiyimiz FPV dronları idi, first person view dronları idi və yaxud da ki, quadcopter tipli dronlar idi, hansı ki, kiçik helikoptera bənzəyir. Bu daha öncə istifadə olunan dronlardan ən böyük fərqlərindən biri bu dronların, bu Ukrayna müharibəsində geniş istifadə olunan dronların ən böyük fərqlərindən biri onların qanad sistemi ilə bağlıdır. Daha öncəki həm Qarabağ İkinci Qarabağ müharibəsində, həm ondan öncəki dövrdə istifadə olunan dronların qanadları daha çox fixed qanadlara sahib idi, daha çox bildiyimiz təyyarə tipli qanadlara sahib idi. Amma bu Ukrayna müharibəsində istifadə olunan dronlar isə kiçik dronlar, daha ucuz dronlar isə onların qanad tipləri daha çox rotary olaraq bilinir, daha çox helikopter məntiqində işləyir. Əsas fərqi nə idi bu dronların? Bu dronlar daha ucuz idi, daha əlçatan idi. Onların yenidən istehsal olunması və onların hərbi məqsədlərə uyğunlaşdırılması daha asan idi. Və daha asan şəkildə misal üçün böyük kampaniyalar var idi ki, ianə kampaniyaları var idi ki, adi cəmaət bu dronların alınması üçün Ukraynaya hərbi Müdafiə Nazirliyinə ianə edirdi ki, bu belə bir fond yaradılsın və bunlar vasitəsilə bu dronların alımı gerçəkləşdirilə bilinsin. Ucuzluq məsələsinə toxunmaq istəyirəm. Birinci məsələlərdən biri odur ki, bu dronların ucuz olması onların müharibənin iqtisadi məntiqinə böyük təsir göstərdi. Nəyə görə? Bu dronlar məsəl üçün hər hansı deyək ki, 100 dron eyni anda əməliyyata buraxılırdı. Bu dronlardan hətta biri belə uğurlu olsa, 99-u düşmən tərəfindən neytrallaşdırılsa belə, biri belə uğurlu olsa və rəqib düşmən artilleriyasını və yaxud da ki, tankını və yaxud da ki, hərbiçilərinə zərər yetirsə, onun iqtisadi olaraq dəyəri daha yüksəkdir. Nəyə görə? Çünki artilleriyanın qiyməti dəfələrlə daha baha olur bu dronların öz qiymətlərindən və ona görə bir asimetriya yarandı bu səbəbdən. Bu kiçik FPV dronlar və yaxud da ki, quadcopterlar bunların istifadəsi iqtisadi məntiqdə cost effectiveness baxımından daha çox yararlı oldu bunları istifadə etmək tərəfindən. Bunu qeyd etmək istəyirdim ki, bu iqtisadi məntiqinə, bu dronların müharibəyə ən böyük təsiri, dron inqilabı kimi hype məsələlərdən kənarda danışsaq, ən böyük təsiri bu iqtisadi məntiqi olan təsiri idi. İkinci məsələ isə bu dronlar daha çox gözdən çıxarılan dronlar idi. Bunlar daha çox ingilislər demiş expendable dronlar idi. Bu nə mənaya gəlir? Daha çox baha olan dronlar, deyək ki, nisbətdə təbii ki, bunu biz deyirik. Türkiyənin istehsal etdiyi Bayraktar TB2 dronu və yaxud da ki, Amerikanın sahibi olduğu Reaper MQ-9 dronları. Bunlar çox bahalı sistemlərdir digərlərinə nisbətən. Amma bu sistemlər çox ucuz qiymətə istehsal olunduğu üçün və sahəyə buraxıldığı üçün onlar daha çox gözdən çıxarılan ola bilir. Reportlara görə 2022-2023-cü illərdə Ukrayna bir ay ərzində hardasa 10.000 dron itirirdi. Amma yenə də bu o nəyin önəmini göstərirdi ki, dronlar yenə də gözdən çıxarılan bir xüsusiyyətə malik olmasına baxmayaraq yararlıdırlar. Davamlı olaraq yenidən Ukrayna buna investisiya etməyə və bundan istifadə etməyə davam etdi. Bu da nəyə bağlıdır? Birinci qeyd etdiyim məsələ, çünki əgər uğurlu olduğu təqdirdə iqtisadi baxımdan düşmənə çox böyük bir zərər vurur. Bu üç mərhələ barəsində bəhs etdim. Bu həm dron texnologiyasının müharibə tətbiqində necə evolyusiya olduğunu, həm də ki, bu dron inqilabı narrativi çərçivəsində dronların fərqliliyinin, onların fərqli şəkildə müharibənin nəticəsinə və yaxud da ki, əməliyyatların nəticəsinə necə təsir olması barəsində ümumi bir perspektiv yaratdığını düşünürəm. Mənim şəxsi düşüncəm bundan ibarətdir ki, bu dron inqilabı narrativi müəyyən qədər hype istiqamətinə qaçan bir məsələlərdir. Təbii ki, ədəbiyyata baxsaq fərqli fikirlər var. Burada lap əvvəldə bəhs etdiyim 4 arqumentlə bağlı. Onunla qarşı olan da çox güclü arqumentlər var ki, bu hype-ın qarşısında duran və daha çox gözləntiləri aşağı salmağa çalışan araşdırmaçılar və ictimai sahədə nüfuzlu şəxslər var. Amma bunu belə bir yekunlaşdırma edə bilərik ki, dronlar nəinki
Dronların əsas effekti iqtisadi məntiqi olan effekti oldu, cost effectiveness perspektivindən. Digər tərəfində isə dronların daha geniş şəkildə tətbiq olunması, onların daha da normallaşdırılmasına və daha da ictimai fikir baxımından daha da ona normal baxılmasına səbəb oldu. Əgər yenidən əvvəlki etdiyim məsələyə qayıtsaq, qeyd etdiyim məsələyə qayıtsaq, Amerikada misal üçün bu İraqda, Əfqanistanda aparılan əməliyyatlarda dron istifadəsindən sonra ictimaiyyətdə çox böyük bir narazılıq yaranmışdı. Bunun etik perspektivindən, moral perspektivindən, amma hal-hazırda belə bir diskussiyalar artıq yoxdur demək olar ki. Çünki hal-hazırda hansı münaqişəyə baxsaq, hansı müharibə zonasına baxsaq, dronların istifadəsini görürük və böyük ehtimal iki tərəfdə qarşı-qarşıya duran iki tərəfdə bu dronlardan istifadə edir. Və bu səbəbdən etik məsələlər artıq geriyə atılıbdır. Bu səbəbdən bu hype məsələsinə, dronların inqilabi bir təsiri olub-olmaması məsələsi məncə bu problemin və yaxud da ki, bu texnologiyanın əsas təsirini gözdən qaçıran, daha çox kənara çəkən məsələlərdən biridir. Bu səbəbdən biz daha çox hansı texnologiyanın evolyusiyasına və onların müharibənin iqtisadi məntiqinə necə təsir etdiyinə baxmağımız daha məqsədə uyğun olardı. Thank you.